Salam, hər vaxtınız xeyir olsun, hörmətli Zəfər TV Beyin Olmayan kanalının izləyiciləri. Bugün hal-hazırda Hacıqabul rayonunda Şəhid Hüseyn Abbasov küçəsindəyik. Şəhidimiz məhz bu küçədə böyüyüb, bu evdə doğulub, boya başa çatıb. 3-cü il dönümüdür. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət eləyirəm. Vətən sağ olsun. Yani kanun, təbiət, qanun, xilqət bilişib, yaxşılar da olmalıdır, pis də olmalıdır əlbəttə. Amma bu heç olmamalı, bu qanunlar Şəhidlər günəş kimi nur çiləyər zaman, şəhidlər gedən yolu bağlaya bilməz tufan, şəhidlər qanlarıyla boyayıblar torpağı, şəhidlər zirvələrə qaldırıblar bayrağı, şəhidlər yatan torpaq ocağa pirə dönər, şəhidlər xiyabanı uzaqlardan görünər, şəhidlər anılan yer qərənfirə bürünər, şəhidlər bu dünyada dönərlər bir günəşə, şəhidlər ölmür heç vaxt, yaşayırlar həmişə. Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir. Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir. Şəhidlər yatan qəbir, istiqlal türbəsidir. Şəhidlər Tanrının sevdiyi bəndələrdir. Şəhidlər ölmür heç vaxt, yaşayırlar həmişə. Şəhidlər, siz qıydınız, kim qıyardı canına? Şəhidlər, siz çevrildiniz xalqın qəhrəmanına. Şəhidlər, çevrildiniz bir hünər dastanına. Şəhidlər, çevrildiniz bir hünər dastanına. Şəhidlər, Azərbaycan qarşınızda baş əyir. Bütün şəhid analarının qarşısında baş əyirəm. Səpdin, torpaq oyandı, qanın çiçəklədi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandı, sən elə vətənsən, vətən şəhidim. Şəhidlik adını ucuz tutmayın, öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın, adın tarixə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Şəhidəm, ölməmişəm, şəhidlər ölməzdir axı, ölməmişəm, yaşayıram, dönüb vətən torpağına, torpağıma qarışmışam, sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Dinlə məni, düşünmürəm minlərin son nəfəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman düşməni dilədən aman. O ordunun mərd kəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş, cəsarətli, o mərd duruş. Kimsə tez unudulmuş, o hərbin xatirəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın, mən yetim qalan uşağın, mən odu sönmüş ocağın, mən namusu Qarabağın, Şah babamın nəvəsiyəm. Bu gün torpaq altda yatan həmin şəhidin səsiyəm, həmin şəhidin səsiyəm. Şəklini, ah çəkib bağlama şəhid anası, dizlərin üstəyib belini, sellər tək sağlama şəhid anası, baxırsan gəldiyi cığıra izə, quzu otardığı çəmənə düzə, yaralı könlümü hey üzə, dünyanı dağlama şəhid anası, izin ver gözünün yaşını silim, bir daha ağlama şəhid anası, dökmə yanaqlarına göz yaşını, qəlbimi dağlama, qəlbimi dağlama şəhid anası, şəhidlər məzumdur, nurdur, zinətdir, susmayan vicdandır, coşan qeyrətdir, axı şəhidlərin yeri cənnətdir, ona yaz saxlama, ona yaz saxlama şəhid anası, şəhidlər məzarı pirdə ocaqdır, vətən torpağında yanan çıraqdır, ağlama, ağlama şəhid anası. Dönerim. Benim buzbon olsun. Şöyle.
Ruhu şad olsun. Yeri cennet olsun. Olsa mekanı cennettir. Allah tüm şehitlerimize rahmet eylesin. Qazilərimizə ömür versin. Allah size de ömür versin. Bayrağımızı həmişə Allah ucu eləsin. Prezidentimizi var etsin. Etrafımızdadır. Her yerde hara bakırıqsa onları görürük. Onların izlerini Qarabağ görürük. torpağı Kərbəla torpağıdır. Qarabağın torpağı başdan ayağa Kərbəla torpağı. Bunların hamısına mənim canım deyir. Torpağa su tökülər, palçıq olar, qan tökülər, vətən olar. Azərbaycan həmişə var olsun. Azərbaycanın bütün vətəndaşları həmişə var olsun. Müharibə vaxtı onların göstərmədiyi şücaətlər qalmadı. Həmi döyüş bölgəsində, həmi arxa cəbhəsindəki bütün böyükdən kiçiyə, 7-dən 70-ə hamısı Azərbaycanıma kömək elədi. Çox sağ olsun. Bizə vətənpərvər ailəyik. Öz yoldaşım da nətəli voyenkomatda işləyir, ondan oğlum da elə, balalarım hamısı əskəriyə də gedib. Nəvəm Tural Bağıyev, bax bu 24 gün saatlıq döyüşdə erməninin boynu Qoparmayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adını tarixə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ayana, saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adını tarixə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyin nə var? Vətən üçün keçdi Sənə bəlkə getdim, qayıtmadım. Son şeirdir yazdım sənə. Bəlkə getdim, qayıtmadım. Getməliyəm demə getmə. anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan. Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük, sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu, unutdular o bozqurdu, şəhidim var Azərbaycan. Mən Bağıyeva Güldənə İsmail qızı Abbasov Hüseynin, şəhid Abbasov Hüseynin anasıyam. Oğlumuz çox gözəl, vətənpərvər, vətənin sevən bir oğul kimi, oğlumla qürur duyuram. Ana qəlbim yansa da yenə Azərbaycanımın başı sağ olsun, prezidentimiz sağ olsun. Şəhidlərimizin hamısına Allah rəhmət eləsin, qazilərimizə ömür versin. Şəhid ata-analarına səbir diləyirəm. Bizi işıqlandıran bütün Azərbaycan oğullarına, qızlarına öz təşəkkürümü bildirirəm. Dövlət tərəfindən verilən hansısa bir medallar var mı? Bəli, dövlət tərəfindən oğluma su qoşan uğrunda, vətən uğrunda, Kəlbəcər uğrunda bir də cəsurluq medalları verilib. Çox sağ olsun prezidentimiz. Allah ömrün uzun, canı sağ eləsin. Bayrağımız həmişə uca olsun.
Bir şəhid anası olaraq övladınızın hansı söz yadınıza düşəndə göz yaşlarına hakim olur? Bir şəhid anası olaraq mən evladımın çox vətənpərvər olmağı yadıma düşür. Bir də onun dilindən eşitdiyim ki, anam dözər, vətən dözməz. Vətəni ana xilasa gedirəm. O mən ayın 5-i, oktyabrın 5-i bizi ilə halallaşıb, oktyabrın 6-sı günü şəhid olub. Halal olsun mənim oğluma ki, vətən uğrunda gedib. Allah bayrağımızı uca, prezidentimizi, hökümlü, bütün Azərbaycan xalqına mən sevinirəm, nətər deyib, qürur duyuram ki, bizim vətənimiz bütövləşdi, Qarabağımız, Qarabağ Azərbaycandır deyəndə prezidentimiz, mən sevincimin həddi hüdudu olmur. Qarabağda gedən işlər uğrunda inan Allaha ki, elə bilirəm Hüseyin də mənim yanımda durub sevinir oradayı işlərə, oradayı evlərə, köçkünlər qayır evinə. Mən prezidentimizə təşəkkür edirəm, ona çox sağ ol deyirəm. Həqiqətən də ürəkdən onu alqışlayıram ki, bizim Azərbaycanımızın belə bir gözəl prezidenti var. Allah ona uzun ömür, can sağlığı versin sizlərlə bir yerdə. Bizim icra başçımız çox gözəl insandır, çox ləyaqətli insandır. Bizi həmişə ana, bacı deyə müraciət edir. Həmişə bütün bayramlarında, şəhid günlərində bizi ziyarətə gəlir. Çox gözəl, gülər üzlə qarşılayır. Çox sağ olsun. Allah ona da uzun ömür, can sağlığı versin. Çox sağ olun oğlum sizə. Allah sizə uzun ömürlər versin. Çox sağ olun, mən də təşəkkür edirəm. Zəfər TV Beyin Oğlan kanalına rəhbəriyyatında. Bu Texnik Üniversitesi. Texnik Üniversitetinin Humanitar Fənlər Kafedrasının müdürü. Yəni biz Hüseyin Abbasov da yəni bizim şəhid məzunlarımızdandır. 44 günlük vətən müharibəsində universitetimizin 36 şəhidi məzunumuz şəhid oldu ki, 36 nəfər. Yəni hər biri ilə qürur duyuruq. Deməli o cümlədən də Hüseyin. Yəni bu gün həqiqətən də ki, bura bizim üçün bir iftixar ünvanıdır, fəxarət ünvanıdır ki, yəni ki biz bu gün buradayıq. Yəni onların qarşısında baş əyirik. Eyni zamanda şəhid valideynlərinin, şəhid analarının yəni qarşısında baş əyirik, ehtiramımızı bildiririk. Yəni bunlar belə bir fəxarətli, iftixar hissi duyura biləsi, bizdə həqiqətən də ki, başımızı uca edə biləsi bir oğullar böyütdülər, oğullar dünyaya gətirdilər. Bu da təbii ki, elə belə deyil. Yəni, deyir, ifadə var ki, deyir, bir millətin varlığı qeyrəti ilə həmişə zirvələrə ucalan bayrağından başlanır. Ayaq qoyub gəzdiyi vətənindəki bu torpaqdan başlanır. Yəni ki, təbii ki, bunlar gücü, qüvvəti torpaqdan alırlar. Bir də ki, təbii ki, babalarımızın öyüd nəsihətlərindən, yəni vətənpərvərlik ruhunu onlar yüksək səviyyədə başlarının üzərində qaldıraraq, eyni zamanda bu vətənin bütövlüyü uğrunda öz canlarını deməli qurban verdilər. Onlar şəhid oldular ki, vətən şəhid olmasın. Yəni ki, bunlar hər biri bizim qürur yerimizdir. Yəni o cümlədən Hüseyin də mən qeyd edeyim ki, elə Hüseyin haqqında bir yazı yazanda da mən həqiqətən də ki, bir tərəfdən kədər, bir tərəfdən sevinç hissi ilə yazdım ki, o yazını və Əlizadə kişi ilə onu mən ilk dəfə telefonda oxudum. O yazı sonra bir evə gələndə, ziyarət eləyəndə gördüm ki, Hacı Qabulla dərc olunan qəzetdə də həmin yazını dərc elətdirib və mənə gətirdi. Və qeyd edeyim ki, həqiqətən də mən o yazını yazanda əlaqə saxladım elə Əlizadə kişi ilə, sonra məktəbin direktoru ilə, müəllimləri ilə, onun sinif yoldaşları ilə, tələbə yoldaşları ilə əlaqə saxladım, cəhbə yoldaşları ilə və hər birindən ancaq Hüseyin haqqında mən gözəl sözlər. Yəni, hətta qeyd olundu ki, müəllimi dedi ki, bütün tədbirlərdə ön sırada dayanardı və bayraq əlində, hələ kiçik yaşlarında. Artıq o vətənpərvərlik ruhu onun canında idi. Təbii ki, o ixtisası üzrə gözəl mütəxəssis idi. Yəni ki, mühəndis kadrı kimi işləyib öz sahəsində uğur qazana bilərdi.
Ancaq görürsən ki, o seçdi bu yolu. Yəni ki, vətən uğrunda şəhid olmaq və şəhid olmağı da ki, təbii ki, Azərbaycanın bütövlüyünün təmin olunmasına xidmət etdi. Yəni bu bizi qürurlandırır. Biz də Texniki Universitet olaraq şəhidlərimizi hər zaman uca tuturuq. Onların qəhrəmanlığın başımız üzərində bayrağa çevirib həmişə dalğalandırırıq. Çünki bu nəyə lazımdır? Təbii ki, gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Anım günləridir, Zəfər bayramıdır, eyni zamanda müəyyən şəhidlərlə bağlı digər tədbirlərdir, filmlərin təqdimatıdır. Yəni onlara auditoriya verilib, eyni zamanda Hüseynin adına da universitetimizdə auditoriya deməli verilmişdir ki, ixtisaslaşdırılmış auditoriya. Yəni ki, rəhbərliyin diqqətindədir. Yəni hörmətli rektorumuz həmişə bu məsələlərdə diqqətlidir və bu baxımdan da yenə də ki, biz nə etsək də yenə də ki, onların haqqını ödəyə bilmərik. Çünki onların deməli haqqı bizim üzərimizdədir və bir daha yenə Əlizadə kişiyə, Güldanə xanıma, yəni bütün şəhid analarına, hər birinə mən həqiqətən də ki, deyirəm ki, ruhları şad olsun. Hər birinin qarşısında mən baş əyirəm, ehtiramımı göstərirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Sağ olun, təşəkkür edirəm, sağ olun. Edib öz canımı öz xalqıma qurban şəhidəm. Vətənin uğruna mərdanə verən can şəhidəm. Çoxu məktubda yazıb qoydu gedərkən cibinə, gedirik biz yaşasın Azərbaycan şəhidəm. Ata cənnətdir yerim, olma nigaran bu qədər. Bizə Allah tərəfindən verilibdir bu dəyər. Ana yurd uğruna candan keçə bildimsə əgər, yerimiz əlbət olar cənnət rizvan şəhidəm.
Bayraq uğrunda döyüşlərdə gərək mahir olaq. Budur amal, budur məqsəd ki, dəmir zəncir olaq. Budur mərdlik, budur yumruq, budur birlik bir olaq. Heç zaman sevinməsin halıma düşman şəhidəm. 30 il xeyli çəkib dağ vətənin yaddaşına. Qarabağ qurban olum hər dağına, hər daşına, bir ömür dastana dönmüş Xudayar qardaşına. Dedi qalsın nur üzüm rəsimdə xəndan şəhidəm. Ürəyin zəfər çalarkən soyudan qazinizəm. Döyüşüb əlsiz ayaqsız və udan qazinizəm. Mən şəhadət qapısından qayıdan qazinizəm. Bu fəxarətdir mənim üçün də yarımcan şəhidəm. Bu fəxarətdir mənim üçün yarımcan şəhidəm. Şəklini ah çəkib bağlama şəhid anası. Dizlərin üstəyib belini, sellər tək sağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, quzu otardığı çəmənə düzə. Yaralı könlümü hey üzə, dünyanı dağlama şəhid anası. İzin ver gözünün yaşını silim, bir daha ağlama şəhid anası. Dökmə yanaqlarına göz yaşını, qəlbimi dağlama şəhid anası. Şəhidlər məzumdur, nurdur, zinətdir. Susmayan vicdandır, coşan qeyrətdir. Axı şəhidlərin yeri cənnətdir. Ona yaz saxlama şəhid anası. Şəhidlər məzarı pir də ocaqdır. Vətən torpağında